Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından təxmini hardasa 300-400, maksimum bir lap elə olsa bir 500 metr məsafə ola bilər, amma olmaz. Yəni təxmini deyirik 300-400 metr məsafədə Qoşadaşdan inşa olunmuş gənc ailə üçün uyğun demək 3 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdıran bu ev hal-hazırda yaşayışlı bir evdir. Həyətinə rahat bir maşın daxil olur. Keçən də evin içindən tanış olağın. Ev təmiri normaldır, yaşayışlı evdir, qoşadaşdır, işıqlı evdir, pəncərələri açıqdır, havalanmağa uyğundur. Gördüyünüz kimi bu hissəsi evin giriş hissəsi zal, elə bir zal sayılır da, belə deyək, xol kimidir. Yəni evdə İncilvari kim hissəsi abolar dəyişilir. Uşaqlı evdə biraz götürüb yazıb eləyiblər, gənc ailədirlər. Yəni bunlar da elə bizə təqdim edilir, gəncəyə uyğun olan bir evdir. Gördüyünüz kimi bu evin qonaq otağıdır. Sağda burada mətbəx hissəsidir. Mətbəx mebelləri olduğu kimi evin üstündə qalır. Ev əşyalı satılır. Bir dənə elektroniklər götürəcək, nəzərinizə çatdırım, hörmətli izləyicilər. Burada əlavə yenə də bir yataq otağıdır. Gördüyünüz kimi pəncərələr tam rahat havalıdır. Evin içinə tam rahat işıq düşür, heç bir maneə yoxdur. Bu da 3-cü otaqdır, yataq otağıdır ayrıca. Buranın da gördüyünüz kimi pəncərəsi yenə açıqdır, havalanmağa tam uyğundur. Evin təmiri normaldır. Sadəcə kim istəsə yüngülvari aboylar zadı var. Xırda xərcdir də, yəni o cüzi xərcdir. Yəni bir dənə zal hissəsindədir. Sonda burada sanuzel hissəsidir. Gördüyünüz kimi də sanuzeli təmirlidir. Səliqəli bir evdir. Gənc ailəyə uyğun bir evdir. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, yenə qeyd edirəm. Evin sənədi bələdiyyə sənədidir. 2006-nın bələdiyyə qərarıdır. Arxiv sənədində indi ev sahibinə dedi ki, gedib yəni çıxartsınlar, hal-hazırda asan xidmətdən arxivdən çıxarsın. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da seç al əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti 72.000, əşyalı bir dənə elektroniklər götürəcək. Əşyalı qiymət təyin olunub. Real alıcısı endirim olmağına olacaq. Birbaşa sahibilə görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. 72.000 start qiymətdir. Allah satına da xeyir versin, Allah alana da. Amin.